Ona görə baxın nədir? Tevhid. Tevhid həm Allahın düşmənlərinin, həm də dostlarının sığınacaqdır. Allahın düşmənləri belə çətin anda tevhidə yönəlirdilər. O düşmənlər ki, Peyğəmbərimizə düşmənçilik edənlər, tevhid onları dünyanın çətinliklərindən və sıxıntılarından xilas edirdi, amma ahirətdə yeyil. Nəyə görə müşrik idilər? Allah təala buyurur, onlar gəmiyə mindikləri zaman yalnız dini Allaha məxsus edərək ona yalvarırlar. Allah onları sahilə çıxarıldıqca yenidən şərik qoşurlar. Ənkəbut surəsi 65-ci ayə. Dostlar üçün nə demək tevhid? Həm bu dünyada, həm də ahirətdə çətinlərdən qoruyur. Ona görə də Yunus əleyhissalam tevhidə sığındı. Və Allah onu qaranlıqlardan qurtardı. La ilahə illə ətlə başladı. Peyğəmbərlərin ardırıcıları da tevhidə sığındılar. Və bununla həm dünyada müşriklərdən olmadılar, ahirətdə də əzabdan xilas oldular. La ilahə illallah. Amma Firon isə həlaki və dənizdə boğulma anında tevhidə sığınanda bu ona fayda vermədi. Çünki iman ölüm anı göründüyü vaxt fayda verməz. Bu isə Allahın öz qulları barəsindəki dəyişməz qanundur. Çünki ölüm anında artıq iman fayda vermir. Ona görə dünyanın çətinlikləri tevhid kimi heç bir şey dəf edə bilməz. Elə buna görə də çətinlik anında edilən dua tevhid duasıdır. Yunus Peyğəmbərin duası. Hər bir çətinliyə düşən kəs bu duanı etsə, Allah onun çətinliyi aradan qaldırar. Buna görə də müsibətlərin qaranlıqları altında insanı oradan çıxaran şirk deyil, yalnız tevhiddir. Tevhid bütün məxluqatın sığınacağı pənah yeri, gözəlliyi və imdadıdır. La ilahə illallah.